Azərbaycan çempionatının 1-ci liqasında yekun turnir cədvəli təxminən gözlənilən kimi alındı. AFFA'nın fevralda verdiyi qərarla futbol tariximizdə ilk dəfə 1-ci liqadan elitaya 3 klub yüksəlmək şansı qazandı və bu imkandan daha layiqli komandalar istifadə etdi. Gözlənilməzlik isə ötən il çempionluğu oynayan Qaradağ Lökbətanın 2-ci liqaya düşməsi oldu. Liqanın çempionuna gəlincə, bir il əvvəl Şamaxı FK kimi Qəbələ komandası da elə bir mövsümə yenidən Premyer Liqaya qayıtdı. 2 ildir gördüyümüz bu mənzərə Premyer Liqanın hətta ən zəif klubu ilə 1-ci liqa komandaları arasındakı səviyyə fərqindən xəbər verir. Qəbələ FK-nın çempionluğu haqqında yaxınlarda ayrıca sujetdə danışmışıq. Ona görə detallara çox varmadan deyək ki, qırmızı qaralar rəqiblərindən hər cəhətdən üstün idi. Turnir cədvəlinə baxmaqla bunu aydın görmək olar. Hamıdan çox 21 qələbə, bütün rəqiblərindən az 2 məğlubiyyət və ən çox qol vurub ən az top buraxan komanda. Qapısından ilk qolu da çempionat yarıya çatanda fevralda İmişli ilə 14-cü turun oyununda buraxıb. Komanda mövsüm ərzində 3 legionerin xidmətindən istifadə etdi. Onlardan yalnız 16 qolla 1-ci liqanın bombardiri olan Domin Massumo etimadı doğrultdu. Ukrayna Kribasından icarə əsasında gətirilən Oche Ochevechi artıq yola salınıb. Premyer Liqada Kəpəzdəki oyunu ilə diqqət çəkən Abdullah Şuayb isə bu mövsüm qətiyyən özünə bənzəmədi. 1-ci liqada 9 qol vurmasına baxmayaraq potensialından aşağı səviyyədə çıxış etdi. Qəbələnin gənc oyuncusu Şahin Şahniyarov əsas milli komandaya dəvət almaqla 1-ci liqadakı digər həmkarlarına motivasiya verdi. Demək, bu liqadan da yığmaya düşmək olar. Şahin də daxil Qəbələ Akademiyasının ondan artıq yetirməsi bu mövsüm meydanda oldu. Onlara özlərini sübut etmək üçün yetərincə imkan verildi. Dəyərləndirənlər də oldu, məsuliyyətsizlik edənlər də. Kimin futbolçu kimi haraya qədər olduysa, yeni mövsümdə Premyer Liqa maçlarında bilinəcək. İkinci yer tutan İmişli FK Qəbələdən 15 xal az topladı. Amma çempiona hər 3 görüşdə problem yaratdı. Qəbələyə mövsümdə ilk qolu vurdular, Qəbələ səfərində 0-0 oynadılar, İmişlidə 3-cü dövrədəki oyunda da qalib gəldilər. Gənc mütəxəssis Fərid Namazov üçün baş məşqçi kimi 1-ci liqa ilk ciddi sınaq idi. İmtahandan üzü ağ çıxdı. Hərçənd artıq klubla müqaviləsi bitən Namazovun əvəzinə Portuqaliyada məşqçi gətiriləcəyinə dair xəbərlər də yayılıb. Görünür, İmişli FK rəhbərliyi Premyer Liqaya Fərid Namazovla yollanıb risk etmək istəmir. İmişli azarkeşinin futbolu olan marağını isə bir daha gördük. İmişli 1-ci liqada yeganə klub oldu ki, oyunlarına girişi bilet satışı ilə etdi və fanatları sevimli komandalar üçün hər ev qarşılaşmasında pulundan ürəklə keçdi. Təəssüf doğuransa odur ki, İmişli ölkənin futbol elitasına 18 ildən sonra qayıdışını doğma stadionda yox, Bakıda qeyd edə bilər. Stadionun ot örtüyünün tələblərə cavab verməməsi səbəbindən komanda qeyri-müəyyən müddətə rəqiblərini Bayılda, Asko Arenada qəbul etmək istəyir. AFFA isə hələ ki buna razılıq verməyib. Maraqlıdır ki, legionerlərə xərcləməyə, xaricdən baş məşqçi gətirməyə pul tapılır, amma iş infrastrukturu qurmağa, stadionu abra salmağa, ot örtüyünü saxlamağa gələndə vəsait olmur. İllərdir əksər klublarımız bu təfəkkürlə idarə olunur. Eyni sözlər Karvana da aiddir. Premyer Liqaya can atan klub tələblərə də cavab verməlidir. Bu qazonsuz stadionda niyə futbolçular özlərini riskə atıb zədələnməlidir? 2004-2008-ci illərdə Yevlax stadionunun normal ot örtüyü vardı. Onda qazonu saxlamaq olurdu. İndi niyə olmur? İşi bacarana tapşırmaq, pul xərcləyib mütəxəssis gətirmək lazımdır. Stadiona bostan kimi baxanda elə bostana da bənzəyəcək. Karvanın oyununa gəlincə məşqçi heyətinə və futbolçulara afərin. Kənan Kərimov ona inananların etimadını doğrultdu. Komanda lider Qəbələ ilə rəqabətə hazır olmasa da AFFA-nın 3 klubun Premyer Liqaya buraxılmasına icazə verməsi ilə Yevlax klubunun da bəxtinə gün doğdu. Karvan uzun müddət ikinci yerdə qərarlaşdı. Lakin AFFA-nın məlum qərarı komandada sanki bir arxayınlıq yaratdı. Nəticədə finişə ikinci sıradakı İmişlidən 5 xal geridə çatdı. Son 3 turu isə komanda konkret yola verdi. 2 məğlubiyyət, 1 heç-heçə. Premyer Liqada isə nə onlara, nə də İmişli və Qəbələyə belə rahatlıq olmayacaq. İllərdir böyük futbol üçün darxan Mingəçevir azarkeşlərinin mövsümün ortalarına dək üzü gülmürdü. Komanda turnir cədvəlinin quyruğunda baş girəliyirdi. Qışın ortasında isə Mingəçevlərin bəxtinə gün doğdu. Yanvarın 15-i futbolun inkişaf fondunun vasitəçiliyi ilə Mingəçevir futbol klubu ilə AST arasında tərəfdaşlıq müqaviləsi imzalandı. Baş məşqçi postuna gətirilən Füzuli Məmmədov heyətdə islahatlar apararaq 6 oyunçu ilə vidalaşdı. Yeni məşqçinin qərarları özünü doğrultdu. Outsiderlər arasında olan komandanı 6 xalla təhvil alan Füzuli Məmmədov sonda Mingəçeviri 35 xalla liqada 4-cü etdi. Bax buna deyərəm məşqçi işi. Afərin Füzuli Məmmədov. Zaqataladan mövsüm boyu baş açmaq olmadı. Rüstəm Məmmədovun baş məşqçi olduğu komanda ilk 5 turda 3 qələbə 2 keçə ilə liderlər arasında idi.
Ondan sonra komanda kubok oyununa da daxil ardıcıl 5 görüşdə qələbəyə həsəd qaldı. Ən uğursuzu isə yanvarın 31-dən aprelin 10-nadək olan dövr idi. 2 ay 10 gündə komanda oynadığı 8 qarşılaşmanın heç birini qazana bilmədi. Belə göründü ki, heç komandanın qarşısına Premyer Liqaya yüksəlmək məqsədi də qoyulmayıb. 6-cı yeri tutan Moykin məqsədi məramı bilinmədi. Klubun inzibati hərbi idarə etməsi illərdir özünü doğrultmur. Xankəndində Qarabağla kubok maçı zamanı əl-ayağa düşüb kluba, mediaya hər şey yaxşı olacaq açıqlamasını verən rütbə mənsəb sahiblərini il yarımdır görən yoxdur. Rəhbərliyin kluba münasibəti martda baş məşqçi Qəzənfər Abbasovun istefasına gətirib çıxardı. Abbasovun o vaxt Futbol İnfo saytına açıqlamasını xatırlayaq. Rəhbərlik hər şəraitin qurulacağını vəd etmişdi, amma nə sözlərini yerinə yetirdilər, nə də buna cəhd göstərdilər. Üstəlik komanda daxilinə müdaxilə etməyə başladılar. Mən isə buna yol vermədim, ayrılma qərarına gəldim. Futbolçular üçün bu gözlənilməz oldu, çünki dünən komanda ilə birlikdə məşq edib iclas keçirmişdik. Orada hər birimiz şəraitlə bağlı fikirlərimizi bölüşdük. Lakin iclasdan sonra məsələ daha da böyüdü və mən qərara gəldim ki, bu şərtlər altında işləyə bilmərəm. Statın sonu. Belə açıqlamaya görə Moyik rəhbərliyi adamı lap vaxtda da göndərə bilər. Yaxşı ki, Qəzənfər Abbasov daha orada işləmir. Klub adını dəyişib yeni mövsümdən Ordu İdman Klubu kimi fəaliyyət göstərəcək. Amma məncə ilk növbədə düşüncəni, yanaşmanı dəyişmək lazımdır. Cəbrayıl Elhad Nəzirinin baş məşqçiliyi altında normal çıxış edirdi. Nəzirinin 11 turdan sonra 5-ci yerdə olan komandadan istefa verməsi gözlənilməz oldu. Belə istefalar adətən rəhbərliklə problem yarananda olur. Yanvarda Elhad Nəzirinin gedişindən sonra Cəbrayıl 3 ay qələbə özündən həsrət qaldı. Maaşların gecikməsi və digər amillər də komandanın çıxışına təsirsiz ötüşmədi. Nəticədə Cəbrayıl mövsümü 7-ci sırada bitirdi. 2-ci liqadan çempion kimi 1-ci liqaya gələn Baku Sporting iddialı gəlmişdi. Ötən mövsüm klubun prezidenti müsahibəsində biz Premyer Liqaya vəsiqə üçün yarışacaq demişdi. Amma mövsüm göstərdi ki, Baku Sporting iddiası ilə potensialı uzlaşmır. Komandada baş verənlərdənsə heç fələk də baş açmaz. Demək martda favoritlər Karvan və İmişlinin hər ikisi ilə bir-bir oynayan Baku Sporting ondan sonra başladı nə başladı. Qəbələdən 5 top, Zaqataladan 6 top, Mingəçevirdən 4 qol buraxdı. Outsiderlərin hamısına Qaradağ Lökbatan, Cəbrayıl və Difai uduzdu. Yalnız son turda İmişli və Moyiklə heç nəyi həll etməyən oyunlarda 0-0 oynadı. Belə serial və ağır məğlubiyyətlər adətən iki halda olur. Ya futbolçular baş məşqçini istəmir, onu yola salmaq üçün əclaflıq edib uduzur, ya da havadan bukmekerlərin qumara qoyulan oyunların havası gəlir. Hər halda AFFA Baku Sporting eləcə də onlara rəqib olan komandalarda diqqətdə saxlasa yaxşı olar. Klubun rəhbərliyi də bəlkə oyuncularından şübhələnir, amma elə məsələdir ki, açıb ağartmaq da olmur. Hər halda mövsümün bitməmiş Serb legionerlərdən birini evə göndərmək məncə səbəbsiz deyildi. Difai son anda 2-ci liqaya düşməkdən xilas oldu. Hypers Quba ilə playoff maçında səviyyə fərqi sözünü dedi və Asəf Məlikovun komandası 3-1 hesablı qələbə ilə liqada yerini qorudu. Nəhayət Qaradağ Lökbatan 14 ildir fasiləsiz 1-ci liqada çıxış edən, 2 dəfə çempionluq, bir neçə dəfə medallar qazanan komandanın gələcəyi indi sual altındadır. Səbail FK kimi Qaradağ Lökbatan da sanki ortalıqda qalıb. Belə görünür ki, Sokardan maliyyələşən komandanın mövcudluğu yeni AFFA rəhbərliyindən maraqlı deyil. Onsuz da ölkədəki demək olar ki, bütün klublara Sokar AFFA-nın vasitəsilə vəsait ayırır. Belədə yarımcan Qaradağ Lökbatan AFFA-nın, Sokarın nəyinə lazımdır axı? Reglamentə görə Qaradağ Lökbatan yeni mövsümdə 2-ci liqada oynamalıdır. Amma eşitsəz ki, klub fəaliyyətini dayandırdı, təəccüblənməyin. Beləliklə 1-ci liqada daha bir mövsüm başa çatdı. AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun dövründə kör qoyulan, barmaqarası baxılan 1-ci liqa formal bir yarış olub. Çempion olub Premyer Liqaya yüksəlməyən Neftçala, Turan Tovuz, Qaradağ Lökbatan, Araz Naxçıvanın haqqı yeyilib. Nə qədər futbolçu buranın tozlu torpaqlı meydançalarında itib batıb, karyeralarını başa vurub. Yeni AFFA rəhbərliyinin ciddi nəzərə çarpan bir fəaliyyəti olmasa da, yalnız bu 2-ci və 1-ci liqalara həyat verməsinə, əsl yarış statusu qazandırmasına görə alqış şükür. Gələn mövsüm isə 1-ci liqa daha da maraqlı olacaq. Mingəçevir, Şəfa FK, Şaxta Qusar, Səbail və digərləri. İlkin Fikrətoğlu, xüsusi olaraq Sport İnfo saytı üçün.